Selamünaleyküm, kanalıma hoş gelmişsiniz. Kanalım yenidir, birinci səfərdir bizə çəkirəm kanalıma. Sizdən xahişim odur ki, kanalıma abunə olub, bildirim səsini açardınız və videolarda şərh bildirərsiniz. Sevimli videomuza və bir saytda ADC top saytı haqqında məlumat vermək istəyirəm. Burada siz Bitcoin kazanabilirsiniz, hashtag satoshi var ve USDT kazanabilirsiniz, Ruble kazanabilirsiniz ve burada reklam yerləşdirərək kazandıklarınızı reklam bölməsine aktarıp orada reklam verə bilərsiniz və bu kazandıklarınızı bilərək ekləyirsiniz və cüzdanınıza da çəkə bilərsiniz. Burada kazanmaq için necədir? En düyməsində var. Ve sırf at Bitcoin kazanmak içindir, sırf at USDT kazanmak içindir, sırf Ruble kazanmak içindir ve video at videolardan ve videolar izleyerek kazanmak içindir. After koşulsuz özü avtomatik kazanacak. Bir de short linkler var. Bu videoya baxaq. Yani sırf ağda girdik. Orada bir kapça gelir, kapça var, evet, alamet bir böyle bir şey gelir, onu basırıq, böyle kalan başlayır çalışmaya, burada saniyeler verir, bir zaman onda 4 satoshi kazancını yazacaq, böyle satoshi bir saniyeler bir zaman sonra o kazancınızı ortacaq. Burada gösterdiği de kazandığınız artık 80 satoshi oldu. İkinci sırf at USDT'de burada bu sayta gireceksiniz ve burada kazancınız olacak. Açırıq ve saniyeler başladı. Saniyeler bittikten sonra USDT kazancınız artacaq. Yani 0.0192 baxaq 0.2 sent oldu. Bununla bırak 45 saniye gösterir. Hem bu saytda yaxşı işləsəz, biraz vaxt keçirsəz, boş vaxtlarınızı burada yaxşı, stabil pasif gəlir əldə edə bilərsiniz. Buradakı qazanclarınızı Bitcoin adreslərinizə, cüzdanlarınıza ata bilərsiniz. Satoshiləri və USDT-ni, amma rublunuzu paya cüzdanınıza ata bilərsiniz. Sayt neçə vaxtdır, neçə illərdir işləyir və sayt ödəmələri yapır, ödəmələr edir. İçində də ödəmə edir. Burada balansımız arttı. Qaydaq Ruble qazanacaq. Ruble da belə bir şey, eyni prinsipdir. Open vurursunuz. Açılır. Mesela saniyeler devam edir. Azalırsa saniyeler ve balansınız 1.36 oldu. Burada video slaytlar var, reklamlar. Burada da 5 satoshi 60 saniyeye verir, 3 satoshi 30 saniye verir. Birden olmur burada reklamlar, birden de çok oldu. 2 tane bugün. Bu hafta Surfing'də avtomatik özü başlayır qazanca. Müqayisə eləmişəm deyim. Bu 18.9 satoshi verib. Burada short linkler var. Burada da əsas Ruble qazandığı 5 Ruble sentinin qəpiyi, 2 Ruble qəpiyi. Burada da girirsiniz short linklərə və oradakı görevləri edirsiniz. Görevler çok da uzun değil.
Bu hissədə isə, bu bölmədə isə siz reklamlarınızı yerləşdirə bilərsiniz. Bitcoin-lə reklamlar yerləşdirə bilərsiniz, USDT ilə reklamlar yerləşdirə bilərsiniz, Robo-la reklamlar yerləşdirə bilərsiniz və video reklamlar yerləşdirə bilərsiniz, autoserfing yerləşdirə bilərsiniz və short linklər yerləşdirə bilərsiniz. Burada referral market də var, yəni referral marketə girib belə açaq bunu. Burada referral marketlər var, hər referalın öz qiyməti var. Yəni burada reytingi var, qazandığı satoshi var, 7.4 rubl qazanıb və 1800 satoshi qazanıb qeydiyyatdan bəri. Bugün qazancı yoxdur, reklamı yoxdur, balansı 53 satoshidir və 2,4 rubl var. Yəni qiyməti 121 satoshidir. Ala bilərsiniz. Burada qazanc sayı yoxdur, 20 satoshidir. Burada da qazanc sayı yoxdur. Yəni bu getdikcə bu qiymətlər burada nə 185.593 satoshi var, 205 qazancı, 205.56 rubl qazancı var. Bugün qazancı yoxdur. Reklamı satoshinin yoxdur və rublunun var. Balansı 0.06'dır və 15.332 satoshiyə satılır. Buradakı referral sistemi də, yəni referral sistemində siz referallarını işləyə bilərsiniz. Yəni referalın qazancından da sizə pay gəlir. 10% referalın surfingdən gəlir və 5% referalınızın reklamından gəlir, verdiyi reklamdan gəlir. 10% onun qazancından və 5% onun reklamından gəlir, sizə qazanc gəlir. Çıxartmaq üçün də Vizra düyməsi var, qazancınızı bura çıxara bilərsiniz. Bitcoin adresinə, FaucetPay adresinə, Payer adresinə və Polygon adresinə çəkilişlərinizi edə bilərsiniz. Mənim çəkilişlərimi görürsünüz, FaucetPay-a çəkmişəm 5-ində 27 çəkmişəm, 2012 mayın 12-si çəkmişəm 181 satoshi, 2021-ci ildə çəkmişəm 19.499 satoshi çəkmişəm. Saytımız haqqında bu qədər. Saytla bağlı, video ilə bağlı şərhlərinizi şərh bölməsində yazın, kanalımıza abunə olun və bəyənməyi unutmayın. Kanalımıza abunə olun və bildirim çanlarını açmayı unutmayın. Xahiş edirəm sizdən. Sizin dəstəyiniz mənim üçün lazımdır. Çox sağ olun. Hələlik. Orada videolarda görüşənə qədər. Çox sağ olun.